Necə ciddiləşmə. Bəzən elə bir hissə qapılıram ki, insanlar arasındayam, deyirəm, gülürəm, amma sanki mən daxildə təkəm, orada deyiləm. Şuurum tamamilə başqa, uzaq bir yerdədir. Bu əgər daimidirsə, insanın depressivliyə meyli artar. Yəni insan daim özünü tək, başa düşülməyən, yalnız hiss edirsə insanların arasında, bu çox güman ki, hardasa qazanılmış və ya öyrənilmiş bir yalnızlıqdır. Çox zaman bu biraz bizim uşaqlıq travmalarımızdan da gəlir. Hansısa bir anda bir hadisə olur, ailədə qərar veririk ki, məni heç kim başa düşmür. O an ilk dəfə yalnızlıq duyğusunu tanıyırıq və bəzən buna bənzər hadisələr təkrar-təkrar yaşananda, bəlkə də valideynimiz o an bizim duyğumuzu önəmsəmir, amma fərqində deyil ki, mən dünyamda bu qədər dərinləşərəm. Amma mən onu çox içsəlləşdirirəmsə, uşağam da, duyğularıma ad qoya bilmirəm, məndə nə baş verdiyini anlaya bilmirəm deyə sanki qərar verirəm ki, məni heç kim başa düşmür. Və bu bizim uşaq yaşlarımızda yaşadığımız, bir çoxumuzun yaşadığı duyğulardandır. Buna görə mən həm bir ana olaraq, həm də bir insan olaraq düşünürəm ki, ən keyfiyyətli münasibətlər biri ilə öz dünyamızı, duyğumuzu, ehtiyacımızı danışa bildiyimiz münasibətlərdir. Yəni ki, sən partnyoruna deyə bilirsən ki, bilirsən mən uzun zamandır özümü tək hiss edirəm. Ya da mən uzun zamandır filan duyğuya ehtiyacım var və qarşındakı səni dinləyir, anlayır. Buna emosional zəka deyirlər. Uşaqlıqdan ki, biz emosional zəkanı anlamırıq, öyrənmirik, daxilən qərar veririk ki, bizi heç kim başa düşmür və yalnızlıqla əslində orada tanış oluruq. Bu duyğu da şuuraltıda olduğu üçün sanki bir proqram kimi yazılır və həyatımızın başqa zamanlarında nə zaman anlaşılmırıqsa, nə zaman ehtiyaclarımızı dilə gətirə bilmiriksə, nə zaman maraqlarımız bənzəmirsə yanımızdakılarla, biz yenidən o yalnız uşağa, yəni yalnız insana dönüşürük. Hansı ki biz bunun toxumlarını uşaqlıqda ilk dəfə səpmişik özümüzə. Bəzən ehtiyaclarımızı dilə gətirərkən elə hiss ediriksə, sanki qarşıdakını sıxırıq, sanki daha çoxunu istəyirik, daha artığını istəyirik. Bu onlarda nə etməliyik? İnsan birincisi sağlam ehtiyacını tanımalıdır. Bunun üçün də biraz maariflənməlidir. Yəni insan özünü tanımalıdır da, araşdırmalıdır ki, mənim hansı duyğularım var, nə zaman mən özümü balansda hiss edirəm. Yəni burada bir anormallıq var yoxsa yox, bunu bilmək üçün biraz maariflənməliyik. Və müasir dünyada bunun üçün çoxlu yollar var, kitablar var, kurslar var. Sadəcə bir YouTube videosu izləmək belə sizin hansısa vacib bir sualınızın cavabı ola bilər. Dolayısıyla birinci bir maariflənir. Bəlkə mənim ehtiyacım sağlamdır, amma qarşımdakı anlamır. Bəlkə qarşımdakı insan və yaxud da bunu ört-basdır etməyə çalışan insan həyatda heç öz ehtiyaclarını tanımayıb. Yəni əgər birimiz xəstələnmişiksə, digər hər kəs ona mı oxşamalıdır? Və ola bilər ki, siz ehtiyacınızı deyəndə anlaşılmırsınızsa, bəlkə də doğru ortamda deyilsiniz. İnsan güvəndə hiss etdiyi münasibətlərdə özünü daha yaxşı hiss edir və həyatda da daha produktiv oluruq, nəsə yaratmaq istəyirik. Canlı və yaşadığımızı hiss edirik əslində. Əvvəlki videolarda demişdiniz ki, bütün duyğular bizə lazımdır. Bəs tənhalıq duyğusu bizə nə edir? Nəyi öyrədir bizə? Bir duyğu xronikləşəndə burada bir problem baş verir. Hər duyğu bizə lazımdır. Mən həmişə deyirəm, aqressiya belə insana lazımdır. İnsanı bəzən hərəkətə keçirir, bəzən sərhəd qoyur, bəzən böyük bir problemin qarşısını alır və yaxud da yalnız hiss etmir. Bəlkə də mən yalnız hiss etdiyim anda ilk dəfə özümü kəşf edəcəm, ilk dəfə öz ehtiyacımı görəcəm. Qırağa çəkiləndə. Duyğuları aşırı romantikləşdirmək və ya aşırı mənimsəmək doğru deyil. Çünki duyğu tam da bizə aid bir şey deyil. Duyğu gələr və gedər. Amma bizə insan olduğumuzu hiss elətdirir. Yəni sanki hər gün eyni yeməyi yeyirsiniz. Hətta bu sizin ən sevdiyiniz yemək belə olsa. Bir gün o yeməkdən doyacaqsınız, hətta dadını hiss eləməyəcəksiniz. Yəni həyatı yaşamaq müxtəlif duyğuları yaşamaq deməkdir. Bir duyğuda ilişib qalmaq deyil. Bəs duyğularımızı necə kontrol edək? Kontrol deməzdim mən buna. Birincisi inkar etməyək. Əgər mən bu dəqiqə nəsə etmişəmsə, bir qəlb qırmışamsa, peşmanamsa, günahkar hiss edirəmsə, duyğumu qəbul etməliyəm. İkincisi bu duyğu mənə nə öyrədir sualını verməliyəm. Yəni mən hadisədə duyğu yaşayıram da çox zaman, amma o hadisənin də axı bir mənası var. Mən təkamül üçün gəlmişəm axı dünyaya. Yaxşı, günahkar hiss etdim. Günahkar hiss etmək məni nəyə başa saldı? Mən birini üzmək istəmirəm. Bu mənə nə yaratdı? Növbəti dəfə birinin qəlbini qırmamaq öyrədir. Dolayısıyla həm dərsimi alıram, amma duyğunuz tutub saxlayanda, yox, mən bunu eləməməliydim, çox orada ilişib qalanda dərsi belə öyrənmirik. Duyğunu da buraxmırıq. Sanki orada əslində bir dırnaqarası xəstəlik tapırıq, duyğusal bir xəstəlik. Biz həmişə olduğumuz mühitlərdə özümüzü tənha hiss ediriksə, bu zaman artıq problem mühitdədirmi, yoxsa bizdədirmi? Məncə o zaman terapiya almaqda fayda var. Çünki insan daimi tənha hiss edirsə, bu normal bir hiss deyil.
Zaman-zaman ola bilər. Amma bu ona çox güman ki, tanış bir hissdir və dünya ilə bir qopuqluq yaradır. Baxın, ən depressiyaya meylli, hətta intihara meylli insanlar yalnız olduğunu düşünən insanlardır. Sənin onsuz da bir dünyan var, bir də çöldə dünya var. Bu ikisinin arasında bağ qura bilmirsənsə, sən solacaqsan, depressivləşəcəksən, həyatdan soyuyasan və bu yaxşı yerlərə aparmır. Çox təhlükəli bir şeydir əslində. Eyni ailənin içində bir-birindən uzaq olan o qədər insanlar var. Çünki emosiyasını paylaşmır, ehtiyacını paylaşmır, güvənmir və yaxud da normal qarşılanmır. Mütləq biz birinə emosiyamızı danışmalıyıq. İnsan olmaq eyni zamanda duyğularını ifadə etməkdir.